Restoranda gördüm, çok sevdim. O kadar tez, rahat, hasant hazırlanır ki restorana gidip yemek lazım değil. Un, maya, şeker. Ne istiyorsan gelmişsen yine. Ne hoşuma gelmir. Qap sənə neyini var Vanil. Vanili ne kadar bol olsa o kadar qəşəng olur. Bir yumurta, ahlı sarılı, süt. Aparım yoğurmağa. Ve sonda yağ, kərəyağ əlavə edirəm. Xəmirim hazır oldu. Qoyuram 30 dəqiqə dinlənsin. İçilik üçün kəsmik, 2 xörək qaşığı xamam, vanil, 3 xörək qaşığı şəkər, 1 xörək qaşığı nişasta, 1 yumurtanın sarısı və blenderla əzirəm. Baxın, dondurma kimin olur. Xəmir də özünə gəldi. Nədir? Xəmiri bölürəm hissələrə. Toplar şəklinə salıram. Toplar şəklinə saldım. İndi bunları qəşəng yığıram listə. Bu şəkildə. Stakanın bu şəkildə unlayırıq. Rahat olsun çıxmağı. İçliyi də kondisioner mişokuna tökdüm. İndi qəşəng içini doldururam. Aparam sobaya 180 derecede 20-25 dakika hazır olacak. Oh, вкусняшки. Super dadlı, yumuşak, kaynar. Altı pişib. Bu cür asan dadlı reseptlər görmək istəyirsinizsə, abunə olub like koyun. Balam qarnı doyur. Nuş olsun.